Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Azərbaycan mədəniyyəti 2040 konsepsiyasına uyğun olaraq Bakı Slavyan Universitetinin tədbirlər planı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, prezident təqaüdçüsü, əməkdar müəllim, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynovanın Qərbi Azərbaycan Danışan İzlərin İşığında adlı kitabının təqdimatı keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra professor Mahirə Hüseynovanın elmi pedaqoji ictimai fəaliyyəti və bədii yaradıcılığı haqqında video çarx nümayiş etdirildi. Bura gələndə necə sevinirəmsə, gedəndə o qədər ağlamaq istəyirəm. Evimə darıxmaq istəmirəm. Bilmirəm nə duyğudur, bilmirəm. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev kitabın elmi və ictimai əhəmiyyətini xüsusi vurğuladı. Rektor qeyd etdi ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinin, mədəni irsinin və milli dəyərlərinin sistemli şəkildə tədqiqinə əsr olunan bu kitab elmi müstəvidə təqdimat baxımından mühüm əhəmiyyət daşıyır. Anar Nağıyev bildirdi ki, kitabda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışları əsas götürülüb. Qərbi Azərbaycana qayıdış konsepsiyası, Azərbaycançılıq ideologiyası, milli dəyərlərimiz, Azərbaycan dili və Azərbaycan tarixinə dair dövlət siyasətinin mühüm istiqamətlərinin konseptual nümunəsi kimi təqdim olunur. Anar Nağıyev Bakı Slavyan Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin bu istiqamətdə gördüyü işlərdən də bəhs edərək mərkəzin elmi fəaliyyətinin genişləndirilməsində professor Mahirə Hüseynovanın dəstəyini qeyd etdi. Rektor belə tədqiqatların Azərbaycan elminin inkişafı, milli mədəni irsin qorunması və gələcək nəsillərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Milli Məclisin deputatları Məlahət İbrahim qızı, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin üzvü Kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Prezident Kitabxanasının direktor müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi təşkilat şöbəsinin müdiri professor İbrahim Bayramov, Bakı Slavyan Universitetinin rektor məsləhətçisi dosent Ənvər Abbasov, Pedaqogika kafedrasının müdiri professor Piralı Əliyev, Türkologiya kafedrasının professoru Nuridə Novruzova, jurnalistika kafedrasının professoru Şəlalə Həsənova çıxış edərək kitabda Qərbi Azərbaycan reallıqlarının tarixi, elmi və mədəni aspektlərdən sistemli araşdırıldığını vurğuladılar. Mahirə xanımın bugün müzakirəsini keçirdiyimiz kitabı həqiqətən Qərbi Azərbaycan mövzusunda onun neçə illərdir yazdıqlarının çox mükəmməl bir toplusudur. Burada demək, elmi tədqiqat işləri də var Qərbi Azərbaycanla bağlı, publisistik mülahizələri də var, bədii əsərləri də var. Yəni bunların hamısı onu göstərir ki, bir Azərbaycan ziyalısı özü də əsli kökü Qərbi Azərbaycandan olan və Qərbi Azərbaycandan ailəsi deportasiya olunmuş yüzlərlə bizim ziyalılarımızdan biri kimi nə fikirdədir, nə deyir. Cənab Prezidentin, Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzu ilə bağlı başladığı işi, apardığı hərəkatı necə davam elətdirə bilir, ona necə dəstək ola bilir. Bax, bu baxımdan bu kitab çox dəyərli idi və Bakı Slavyan Universitetində də çox yaxşı bir müzakirəsi keçdi. Xüsusən Mahirə xanım bu həm elmi məqalələrində, eyni zamanda onun konferanslardakı çıxışlarında və müxtəlif tədbirlərdə çıxışları, televiziyalardakı o Qərbi Azərbaycan televiziyasının xüsusi bir veriliş aparır. O verilişdəki çıxışlarından mətnləri və hekayələr və şeirləri orada toplanır. Mənə ən çox belə deyək də təsir edən toponimlərin izahlarıdır. Xüsusən paleotoponimlər, hansısa ki, toponimlərin tarixi dövrlərdə müəyyən məqamlarda o adlar təhrif olub və bugünkü gündə onlar bizim üçün anlaşılmazdır. Ancaq Mahirə xanım o sözlərin hər birini, o toponimləri, yer adların hər birinin izahını verir. Və Qərbi Azərbaycanda Azərbaycanlıların yaşamasının eramızdan əvvəl 2000
il bundan əvvəl Azərbaycan orada yaşadığını göstərir. Paleotoponimlər ən qədim toponimlərdir ki, o toponimlər bizim ulu babalarımızın verdiyi adlardır. Lakin müxtəlif dövrlərdə müəyyən təriflərə uğrayıb və onların hamısının açıqlamasını verir. Eyni zamanda dağıdılmış kəndləri verir. Mahirə xanım burada Qərbi Azərbaycanda, xüsusən Dərəli əzmi-halında ermənilər tərəfindən zaman-zaman, xüsusən 5-6-cı illər, 18-20-ci illərdə, xüsusən 48-ci illərdə Azərbaycanlıların deportasiyasından sonra dağılmış kəndlərin haqqında məlumatlar verir. Yəni bu kitab hesab edirəm ki, Qərbi Azərbaycanla bağlı son dövrdə yazılan ən belə samballı kitablardan biridir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, prezident təqaüdçüsü, əməkdar müəllim, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova çıxış edərək müəllifi olduğu kitab barədə ətraflı məlumat verdi. Tədqiqat əsərində Qərbi Azərbaycanın tarixi, mədəni irsi, dil, folklor və milli mənəvi dəyərlərin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırdı. Bu mövzuda aparılan tədqiqatların əhəmiyyətini vurğuladı. O təqdimata görə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyeva təşəkkürünü bildirdi. Universitet rəhbərliyinin Qərbi Azərbaycanla bağlı elmi təşəbbüslərə verdiyi töhfəni yüksək qiymətləndirdi. Mən çox bugün şanslıyam ki, yenə həmin bu cür önəm verdiyim bir universitetdə mənim kitabımın təqdimatı keçirildi. Çox görkəmli insanlar, çox böyük alimlər öz fikirlərini dedilər. Kitabım haqqında yetərincə məlumat verdilər. Sadəcə mənə söz veriləndə mən necə deyərlər, özümü, diqqətimi bir daha cəlb elədim ki, müxtəlif üslubda, həm elmi, həm bədii, həm publistik üslubda əsərlər olsa da, bu kitabın bir növ seçilmiş əsərlər xarakterində olsa da, belə səciyyəsində olsa da, buradakı hekayələrdəki hər bir hekayənin özünün real həyat hadisəsi olduğunu vurğuladım və həmin insanlar məhz bizim bacılarımızdır, analarımızdır. Onların başına gətirilən bu müsibətlər heç vaxt unudulmamalıdır. Qeyd edək ki, nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində Qərbi Azərbaycanla bağlı irəli sürdüyü strateji baxışa və ziyalılar qarşısında qoyduğu vəzifələrə elmi intellektual töhfə kimi dəyərləndirilir. Kitab bu istiqamətdə tarixi həqiqətlərin sistemli şəkildə araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lamiyə Rövşən qızı Fəxriyə İsayeva, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.